Hər kəsə salam. Mən bugün Instagramda tez-tez qarşıma çıxan və Novruz bayramında edə biləcəyimiz məşhur ritualı sizinlə paylaşmaq istəyirəm. Bunun üçün bizə lazım olacaq bir stəkan su, daha sonra belə bir boş kağız və ən əsası isə üzük. Üzük fərq etməz, hər hansı bir üzük ola bilər. Və kağızı bu formada yerləşdirməliyik stəkanın üzərinə və üzüyü də kağızın ortasına bu formada qoyuruq. Qayda belədir ki, biz kağızın dörd bir tərəfini yandırdıqdan sonra əgər üzük suya düşərsə, o deməkdir ki, siz bu il ərzində evlənəcəksiniz. Yox, əgər üzük suya düşmərsə, yəni bu formada necə varsa elə də qalacaqsa, o deməkdir ki, siz bu ildə evlənə bilməyəcəksiniz. Gəlin başlayaq. Bu şəkildə yandırırıq. Gördüyünüz kimi məndə üzük düşmədi. Yəni bu deməkdir ki, bu il ərzində evlənə bilməyəcəm. Siz də evdə bu üsulla, yəni yoxlaya bilərsiniz. Bu arada hər birinizin qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm. İzlədiyinizə görə təşəkkür edirəm.